Bakı Beynəlxalq Dəniz Limanında illik konteyner aşırma göstəricisi ilk dəfə olaraq 100.000 TEU səviyyəsinə çatıb. Bu ilin yanvar-noyabr aylarında Bakı Beynəlxalq Dəniz Limanında 7.547.000 ton yük aşırılıb. Liman ərazisinə təşkil edilən mediatur zamanı yük daşımalarla bağlı bir sıra vacib məqamlara da toxunulub. Bakı limanında illik konteyner aşırma həcmi ilk dəfə 100.000 TEU-nu keçib. Bu nəticə Bakı limanının Azərbaycan dəmir yolları ilə birgə idarəetmə sisteminə keçidi, həmçinin sürətli əməliyyatlar hesabına əldə edilib. Ümumilikdə isə Bakı limanında konteynerlərin daşınmasının həcmi 2 dəfə artıb ki, bu da Bakı limanını orta dəhlizin əsas logistik mərkəzlərindən birinə çevirib. Bu il Bakı limanında 105.000 TEU yük aşırılacaq. Limanın direktoru Eldar Salahov bildirdi ki, gələn isə Bakı Beynəlxalq Dəniz Limanında 110.000 TEU-dan çox yük aşırılacağı planlaşdırılır. Müasir dövrdə yük aşırmaların əsas istiqaməti konteynerləşmə ilə bağlıdır. Bu ilə əlaqədar Azərbaycan hökuməti tərəfindən müvafiq vəsait ayrılıb, bu istiqamətdə iş gedir. İkinci faza artıq bizə minimum 25 milyon ton və yarım milyon konteynerdən, yəni TEU-dan daha artıq bir güc verəcəkdir. Hal-hazırda layihələndirmə işləri davam edir. Düşünürəm ki, yaxın müddətdə, yaxın aylarda ilkin nəticələr bəlli olacaq. Eldar Salahovun sözlərinə görə yüklərin təxminən 38-40%-i Çindən gələn idxal və tranzit yükləridir. Bizim digər ölkələrlə də təbii ki, Azərbaycanın ənənəvi xarici ticarət tərəfdaşları var. İsveçrə, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan və digər ölkələrdir. Hal-hazırda bu istiqamətdə bizim əməkdaşlıq arealımız genişlənir. Eldar Salahov bildirdi ki, plana əsasən limanın illik konteyner aşırma gücünün hazırki 150.000 TEU-dan 260.000 TEU-ya qədər artırılması nəzərdə tutulur. Qeyd olunan məqsədə çatmaq üçün yaxın vaxtlarda bu istiqamətdə müvafiq işlərin görülməsi planlaşdırılır. Fidan Səfərov, Bayramov, Space xəbər.